Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalının Ramiz Mehdiyeva məktubu üzrə çıxıb. 17 aprel 2018-ci ildə yazılan məktubun mətnində bunlar qeyd olunub. Hörmətli Ramiz müəllim, sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir. Milli dövlətçiliyimizin güclənməsində göstərdiyiniz yorulmaz fəaliyyətdə uğurlar arzulayıram. Ulu öndərimiz Heydər Əliyevin yaxın silahdaşı kimi ən çətin günlərdə dövlətçiliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi və onun yüksək inkişaf səviyyəsinə qaldırılmasında müstəsna rol oynayan möhtərəm cənab prezidentimiz İlham Əliyev siyasətinin həyata keçirilməsində göstərdiyiniz ciddi xidmətlər sizə ölkəmizdə böyük nüfuz qazandırmışdı. Müasir dövrümüzdə ictimai fikir tarixinə, fəlsəfi baxışlar sisteminə bəxş etdiyiniz fundamental əsərləriniz sizə həm də görkəmli tədqiqatçı kimi cəmiyyətimizdə samballı alim statusu qazandırmışdı. Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə möhkəm can sağlığı, məsuliyyətli və şərəfli işinizdə uğurlar diləyirəm. Qeyd edək ki, bundan əvvəl Fəzail Ağamalı Ramiz Mehdiyevi açıq şəkildə tənqid edən siyasətçilərdən biri olduğunu deyib. Hətta prosesə 2001-ci ildən başladığını, hər zaman Mehdiyevlə mübarizə apardığını, onun əleyhinə çıxışlar etdiyini vurğulayıb. Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onun zorla saxlama, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin legallaşdırılması maddələri ilə ittiham olunur.